Bir level neçə ay olur? Çox məşhur bir sualdır bu. Amma məşhur olanın əksinə orijinal bir cavab verəcəm. Nə mən, nə müqəddəs ingilis dili tanrısı gəlsə, deyə bilməz ki, bir leveli neçə aya tamamlaya bilərsən dostum. Bunu heç gedişatda belə demək mümkün deyil. Çünki bu tam olaraq tələbədən asılıdır. 10 ildir fərdi onlayn çalışıram tələbələrimlə və indiyədək 2 əkiz qardaşım belə öyrənmə müddətlərinin üst-üstə düşdüyünü görməmişəm. Kurslar bunu əlləri ilə qoymuş kimi deyə bilirlər. Çünki onların level tamamlamaq anlayışı ən yaxşı halda savad artırmaqdır. 2 gündən bir yeni dərs keçir, 2 ya 3 aya bir level tamamlanır, axırda da bir sertifikat verir ki, ala, hazırsan. Mənim dərslərimdə belə deyil. Sən dili səlis və professional istifadə etməyi öyrənirsən. Bunu edə bilmək üçün isə bir dərsi tam mənimsəməmiş buraxmamaq şərti ilə çalışmalısan. Bax, bunu demək olmur. Kim nə vaxt edə bilər? Lakin bir şey dəqiqdir. Təlimatlarıma uyğun çalışsan, bunu bir dəfə edəcəksən. Ömürlük sənin olacaq. Direktdə demo yaz, nümunə dəstərlə təlimatlarıma uyğun işlə və bir dilin necə öyrənildiyini tam təcrübə et. Demo dəstərdə görüşənədək.